Xoş gəlmisiniz Zaur bəy. Xoş gördük Fidan xanım, necəsiz? Çox sağ olun, necəsiz? Yaxşılıq, yaxşı olasınız. İstəyirəm bugün biraz kino aləmindən danışaq, aktyorluqdan danışaq. Ölün dalıca danışmazlar. Belə bir Hətta. deyim var bizdə. Azərbaycan kinosu biraz vəziyyəti o deyil. Bəs deyirlər inkişaf dönəmindədir artıq. Harda? Vallahi mənə də maraqlıdır. Nəsə bir addımlar atılır, nəsə bir həyəcan var, amma nəticə biraz nəticə yəqin ki zamana bağlıdır. Biz də bir tərəfdən çalışırıq bunun üçün. Bəs niyə belə olur? Bu maddi məsələdirmi yoxsa aktyorluq baxımındanmı? Nə maddi məsələdir, nə aktyorların günahı var burada, nə rejissorların günahı var, nə ssenaristlərin. Yəni heç kim günahkar deyil, sadəcə işlək bir sistem yoxdur. Yəni kino bir sənayedir, orada bir sistematik iş olmalıdır. Sistematik iş olmadığı üçün də nəticə olmur. Fərdi şəkildə məsəl üçün peşəkar rejissor var, peşəkar aktyor var, peşəkar ssenarist var, hər şeyin peşəkarı var fərdi şəkildə. Amma ortada bir sistem olmadığı üçün ortaya bir iş çıxmır. Baxmayaraq ki, dövlət pul ayırır, büdcə ayırır, amma nəticə olmur. Belə deyək, kim məsuliyyətlidir bu işdə? Kim bunu dəyişə bilər? Bəlkə də belə daha doğru olar sualı versəm. Bunun üçün bir içim sana. Ayıq başa bu suala cavab vermək olmaz. Belə deyim, məsuliyyətli kimdir? Vallahi günah keçsə axtarsaq çox çıxar. Əsas biz həlli üçün addım atmalıyıq. Yəni mən durum deyim, təhsildə günah problemi var. Sonra hamı topa tutacaq ki, təhsili Azərbaycanda kino təhsilini bəyənmir. Mən desəm falan qurumdadır, yenə də yaxşı olmayacaq. Ondansa günah keçisi axtarmaqdansa düzəltməyə, həlli üçün nəsə addım atmağın tərəfdarıyam. Amma Zaur bəy, mən belə bir şey də görürəm. Elə bil ki, dünyada bu kino baxımından biraz zəiflik var. Zəiflik deməzdim, paradigma dəyişikliyi var. Xüsusən də pandemiyadan sonra insanların kino izləmə vərdişi dəyişdi. Daha sonra müasir texnologiyanın həyatımıza girməsi ilə də insan psixologiyası kino ritmini dəyişdirdi. Yəni insanların kino izləmə vərdişi dəyişdi də, belə deyək. Onun keçid dövrünü yaşayırıq, belə deyək. Çünki kinoteatr izləyicisi ilə internet izləyicisinin psixologiyası eyni deyil, fərqlidir və gözləntilər də fərqlidir. Əlavə olaraq insanların yanaşması dəyişib, postmodernizm və insanlarda fərqli olub artıq baxış bucaqları. İnsanlar misal üçün qəhrəmana artıq inanmırlar. Daha çox anti-qəhrəmanlar, məsələn Netflix bunun üzərində işləyir, anti-qəhrəmanlar üzərindən kinonu aparır. Bu arada türklər də bu siyasətlə filmlər çəkir. Başlayıblar, təzəliklə başlayıblar, amma dünyada ssenari yazma strukturu dəyişib. Amma dünyada hələ də köhnə ssenari strukturu tətbiq olunur. Bundan bağlı da mən qələmə aldığım bir kitab var, ssenari mühəndisliyi, ssenari kodlaşdırması. Yəni ssenariyə struktural bir yanaşma, yəni ilhama və təbə bağlı olmamalıdır ssenari yazmaq. Daha çox məntiqi yanaşma. Məntiq və bu bir mühəndislik işidir. Onun düsturları var və s. Bunu ilk dəfə eşidirəm. Bəli, ssenari ədəbiyyatın növü deyil, riyaziyyatın növüdür, dəqiq elmdir. Və belə bənzətsək, ssenarist və yazıçı arasında fərq nədir desək, yazıcı rəssamdır, ssenarist memar. Bu fərq var aralarında. Çox maraqlı və bu yanaşma dünyada daha çox rəssamlar tərəfindən aparılıb, yəni ssenaridə. Ona görə də yeni nəsil izləyici psixologiyasına uyğun hələ ki bir dərs vəsaiti çıxmayıb. Daha çox köhnə strukturda ssenarilər öyrədilir. O baxımdan biraz dünya kinosuna bu baxımdan təsir edir və dediyim kimi də müasir insan psixologiyasının indi analiz edib ona uyğun kinolar çəkmək lazımdır. Belə bir fikir də bildirirlər ki, bir tərəfdən texnologiyalar artdıqca, yeni avadanlıqlar gətirildikcə, məsələn, digital bir sistemə keçid oldu və kinolar daha çox, filmlər cansızlaşdı, daha çox duyğular yoxa çıxdı kinolardan. Bunu mən də müşahidə edirəm bu arada. Çünki tam xoşuma gələn yeni bir filmlər yoxdur, nə yalan deyim. Sanki o köhnə deməyək, elə məsələn 20-ci illərdə də çəkilən, 23-də də var bəzi kinolar ki, çox təsir edir insana.
İndikilər sətimi yanaşır, yoxsa həqiqətən də artıq mövzu maraqlı bir mövzu tapıb çıxara bilmirlər? Mövzudan əlavə bayaq dediyim məsələ ilə bağlıdır bu. Yəni düsturları deyil, təblə getdikləri üçün təb də bir yerdən sonra özünü təkrarlamağa başlayır. Məsələn, Hollywood filmlərinin ən axırıncı uğurlu filmi hansı olub belə fikirləşəndə? Ya köhnə film Avatarın yenisini çəkirlər. Yəni o vaxtı tutmuş kinoları təzədən çəkirlər. Bu arada Avatarın ikincisi də birincisi qədər təsirli deyil. Hə, baxanda belə, amma sırf o addan kommersiya üçün istifadə eləyirlər. Dünyada da bu dediyim kimi kökü ssenariyə söykənir. Ssenari ki, düstur içərisində, misal üçün də bizdə o konkret düsturlar var. Dünyada neçə milyonlarla bəstələr var, amma cəmi 7 not var. Milyonlarla rəsm əsəri var, amma 7 rəng var. Ssenaridə də bu qayda tətbiq olunur. Ssenarinin də konkret notları var. O notları tanımalıdır ssenarist. Bilməlidir onlar hansılardır ki, onlar heç vaxt dəyişmirlər. O notları bilmədiyi üçün sadəcə eyni konfliktləri yazmağa başlayır. Ssenaristlərin analitik məntiq lazımdır, intellektual lazımdır, məntiq. Bunlar olmadığı üçün də sırf şairanə bir şeylərlə gedirlər və o da böyük bir sistemi iflic vəziyyətə sala bilir. Bəs necə düşünürsüz? Dünyadakı filmin dərdi ilə bizim filmin dərdi eynidir, yoxsa burada yenə də kultural bir fərqlilik var? Eyni dərddən bizdə də var, amma bizdə daha dərindir. Yəni bizdə hələ ki o izləyici psixologiyasından öncə biz izləyiciyə hələ primitiv şeyləri belə verə bilməmişik. İzləyicinin tələblərinə biz ən primitiv səviyyədə belə cavab verə bilmirik. Ən elementar bir aktyorun səmimi danışmağı. Yəni bunu verə bilmiriksə biz dünya kinosunun problemindən danışa bilmərik. Onda mənə bir şey aydın olur. Mən həmişə düşünürdüm, niyə bizdə yerli drama izlənilmir? Yəqin ki, bu onda bayaq dediyiniz səmimiyyətə bağlanır. Bəli, aktyorlarda da kino tədrisi, təhsili zəifdir. Yəni təhsil ocağında, universitetdə aktyorluq öyrədilir, teatr aktyorluğu çox gözəl öyrədilir, möhkəm sütunlar üzərində, amma kino aktyorluğundan heç bir əsər əlamət yoxdur. Adı var, dram və kino aktyorluğu, amma dramatik bir vəziyyətdədir, kino hissəsi belə götürəndə. Düsturdan, kitablardan danışdıq və bugün gözəl bir hədiyyə ilə gəlmisiniz. Egoist adlı bir kitabınız var. Bəli, pis adam olmağın yolları. Qısa olsun bir məlumat, çünki maraqlı qalsın, izləyicilərimiz də oxumaq istəsin. Qısa bir məlumat verərdiniz bizə ki, niyə məhz egoist və niyə məhz pis adam olmağın yolları? Belə deyək də, pis adam olmağın yolları, ümumiyyətlə nice guy sindromu var, yaxşı adam olmağa çalışmaq falan. Bu insanları yorur və insanlar adətən qorxur pis adam olmaqdan. Ayda birdən birinə pislik eləyərəm, birdən məni pis adam kimi tanıyarlar və bu da insanı bir çox uğurlardan geriyə salır. Yox deməyi bacarmır, birdən yox deyərəm, xətirlərinə dəyər, pis başa düşərlər. Bu kitab ümumilikdə şəxsi inkişaf və psixoloji bir kitabdır. Bir insanın özgüvəninin formalaşmasında kitabın böyük bir rolu var və adətən o tip insanlara egoist deyirlər. Bizdə bir egoist fəlsəfəsi var. Bu kitabda egoist fəlsəfəsinə toxunmuşuq. Düz toksik egoistlik də var, o başqa şeydir. Amma burada sırf egoist fəlsəfəsi pis adam olmaqdan qorxmamağın qaydaları və necə deyirlər, qaydaları bu kitabı oxuyandan sonra insanlar özü yazmağa başlayır. Yəni başqalarının gözündə pis adam olmaq belə başa düşür. Bəli, əlbəttə ki. Yəni özlüyündə həqiqətən pis bir insana çevrilmək yox. Heç bir insan özlüyündə pis adam olmaq istəməz. Yəni heç bir insan dünyada. Yəni cinayəti törədən də bəlkə onu o pis adam olduğu üçün eləmir. Yəni psixoloji olaraq baxanda onun da öz doğruları var. Yəni heç bir insan pis adam olmağı bilə-bilə istəməz. Burada əlbəttə ki, söhbət ondan getmir. Burada sırf şəxsi inkişaf və motivasiya kitabıdır. Uğurlu olsun. Çox gözəl bir mövzuya toxunmusunuz. Və Azərbaycanda bu mövzuda yazılan kitab demək olar ki, yoxdur. Belə deyim. Belə bir şey deyim, bildiyim qədər ilk kitabınız deyil. İlk deyil, hə. 2015-ci ildə Xoşbəxt Ailə Notları kitabını yazmışdım. Ondan sonra 2021-də aktyorluq psixologiyasını yazdım, amma çap ərəfəsində qaldı. Tam bu tədris işləri başladı deyə o qaldı. İndi bu yaxınlarda o da işıq üzü görəcək. İnşallah. Orada isə sırf belə başa düşdüm, incəsənət
sahəsinə toxunur. Aktyorluq psixologiyası sırf bəli, aktyorluq psixologiyası. Yəni adi adam onu öz üçün belə aktyorluq psixologiyasını öyrənmək üçün yararlana bilərmi? Əlbəttə, çünki biz də həyatda bir aktyoruq, potensial aktyorlarıq, öz obrazımızı canlandırırıq, Fidan obrazı, Zaur obrazı, hərəmiz öz obrazımızdır və öz obrazımızı da düzgün şəkildə canlandırmaq üçün o kitab məncə çox ideal bir kitab ola bilər. Mən bildiyim qədər sizin təhsilinizdə sosial psixoloqsunuz. Və sizin məşqlərinizdə bildiyiniz kimi mənim qızım da sizin məktəbdə tələbəniz olub, bəli. Və mən orada izləyirdim məşqləri. Orada böyük siniflərin məşqləri olurdu və baxdım ki, onda mən ilk başa düşdüm ki, aktyorluq sənəti psixologiya ilə nə qədər oxşardır, bənzərdir və eynidir. Bu mu sizi cəlb elədi? Yoxsa ilk məsələn uşaqlıqdan düşünürdünüz ki, mən bu sahə ilə məşğul olacağam, psixologiyaya getdiniz, yoxsa psixologiyadan gəldiniz bura? Vallahi mən uşaqlıqdan bu sahəni düz uşaq vaxtı hər kəsin evində bir kamera olub, nələrsə çəkib. Yaradıcılıq hər bir insanın canında var, necə deyirlər. İndi kim bunu nə qədər kəşf eləyir, kim üzərinə düşür, sualı yaranır. Ancaq yox, məndə yanaşma birinci bu sahə üzrə deyildi. Ona görə sosiologiya, psixologiya, ümumiyyətlə ailə məsələləri, ailə müşavirliyi olub. Yəni cəmiyyətə bu istiqamətdə faydalı olmaq, çünki o təhlükəni mən erkən yaşlardan sezmişəm ki, Azərbaycanda əgər ailə institutu məhv oldusa, hər bir şey məhv olacaq. Çünki bunun üzərində qurulub bütün dəyərlər. O baxımdan oradan başladım. Sonra istədim ki, gördüm ki, insanlar gəlmirlər ailə psixoloquna. Özünüz də psixoloqsuz bilirsiniz ki, psixoloqa gəlmək insanlar bəzən mən dəliyəm deyirlər, mən psixoloq nə işim var, başa düşmürlər o mahiyyəti. Həmçinin də ailə müşavirliyinə. Dedim ki, mən kinolar vasitəsilə gedim onlara tərəf. Sonra yazdığım ssenariləri çəkdirmək istəyirdim. O axtarışla başladım. Sonra o da peşənin verdiyi bir yanaşma var ki, problemin kökünü tapmaq və onu həll eləmək. Və kino sahəsində o problemin kökünü axtara-axtara gəldik bu günlərə çıxdıq da, belə deyək, Film Akademiyasını qurduq və yenidən sistem quruluşuna başlatdıq. Amma mən sizin fəaliyyətinizi canlı da izləmişəm, səhifədən də izləyirəm. Amma siz bütün bu istedadlarınızı məncə səhifədə paylaşmırsınız. Bildiyim qədər siz həm yaxşı qrafik dizaynersiniz, həm yaxşı videoqrafsınız, operatorsınuz, həm ssenaristsiniz. Yəni bunlar hamısı bir istedadın nəticəsidir, yoxsa bunu öyrəndiniz, çalışdınız? Çünki hamı da belə rahat alınmır. Bunlar belə deyək də, hamısı bir məqsədin fərqli-fərqli qollarıdır da, belə deyək. Bir-birindən ayrı və uzaq sahələr deyil. Misal üçün həm amma hər rejissor da deyim sizə operator işini bilmir. Deməzdim onu, çünki rejissorluğun yəni yollarını... onlar belə çəkə bilirmi? Bura istəsələr bilərlər. Sadəcə xaricdə elədir ki, rejissor öz işini görür, operator öz işini və gəlir hər ikisinə bəs eləyir. Amma Azərbaycan gerçəkliyində bir rejissor bəzən operatorun da işini görməlidir, montajı da eləməlidir. Həm büdcə cəhətdən, həm nə bilim bir çox aspektləri var. Və bu məhdudiyyətlər insanı fərqli tərəflərində inkişaf elətdirməyə məcbur edir. Çünki birindən sən istədiyi alana qədər özünü öyrənib onu eləsən daha sürətli olacaq, daha tez başa gələcək də, belə deyək. Bəs tələbələrlə işləyirsiniz. Bildiyim qədər onları siz universitetə hazırlayırsınız. Universitetə də hazırlayırıq, Beləçəndə ümumilikdə də. Yeni gələn tələbələr arasında siz indi gəncləri çox müşahidə edirsiniz. Nə kimi dəyişikliklər görürsünüz? Həm şəxsi keyfiyyətlərindən, həm bir aktyor kimi. Bu belə deyək də, yeni nəsillə işləməklə bağlıdır da, böyük ehtimal. Yeni nəsil tamam fərqlidir. Yəni qeyri-adidirlər, kreativdirlər, eyni zamanda tənbəldilər. Belə deyək, asan çıxış yolları, asan yoldan uğur qazanmaq, böyük zəhmətlər çəkmədən böyük nailiyyətlər əldə eləməyə çalışırlar. Zaman içərisində məncə zamana uyğunlaşarlar və yaxud da artıq o zaman o tələblər olacaq. Çünki artıq bu süni intellektin də ortaya çıxmasıyla yeni nəslin istədiyi dünya qurulur, belə deyək. Mənə elə gəlir ki, gələcək elə yeni nəslin istədiyi kimi olacaq. Az işləyib böyük uğurlar qazana biləcəklər.
Sizin buna baxışınız necədir? Yəni bu yaxşı bir dəyişimdir yoxsa çətin bir şeydir? Dəyişim, istənilən bir dəyişim ilkin etapda yaxşı görsənmir, qorxudur. Bilmirik nə olacaq. Çünki öyrəşdiyimiz bir sistem var. İstənilən bir dəyişiklik ilkin etapda pis görsənir, qorxulu görsənir və bu səbəbdən də insanlar o köhnə kəndə təzə adət deyib hücum eləyirlər. Məsəl üçün elə bu kino sahəsində olan dəyişikliyin hücumlarını biz görürük prosesdə. Yaxşı mənada hücumlarını belə şey eləyən yoxdur. Hər kəs sağ olsunlar, dəstək olurlar. Amma yeni bir nəsə gətirəndə, məsələn, hibrid aktyorluq deyəndə qayıdıb deyirlər, o nədir elə, sən özündən Amerika çıxardırsan. Məsələn, bu istənilən dəyişiklik biraz qorxudur, amma mənə elə gəlir ki, hər bir dəyişiklik labüddür, qaçılmazdır və olmalıdır. Bizə sadəcə ona uyğunlaşmaq qalıb. Aktyorluq sənəti elədir ki, insanlarda bir tərəddüd yaradır ki, bu işi davam etsəmmi, başlasammı? Bir də burada cəmiyyətin təzyiqi var və ən böyük təzyiq ailədən gələn təzyiqdir. Heç rastlaşırsınızmı ki, hansısa valideyn qarşı çıxsın övladının sizin yanınıza gəlməsini, o arzusunun qarşısını alır və yaxud da gəlibsə deyirmi ki, daşındır uşağı bu fikirdən. Olurmu belə şeylər? Əlbəttə, səhifəni 28 minə yaxın insan izləyir. Onun cəmi 50-si 100-ü gəlir. İzləyənlərin böyük əksəriyyəti gəlmək istəyənlərdir. Hətta nəinki izləyənlərin, tənqid edənlərin böyük əksəriyyəti gəlmək, bu sahədə olmaq istəyən insanlardır. Əlbəttə ki, olur. O da ənənəvi peşə qəlibləri, trafaretləri var valideynlərin beynində ki, 9-da işə getməlisən, 6-da çıxmalısan. Aktyor sahəsi isə elə bir sahə deyil. Daha çox konkret bir qrafiki yoxdur, konkret bir gəliri yoxdur. Ona görə də valideynlər də təbii olaraq bu sahəyə biraz qorxu ilə yanaşırlar və uşaqlarını qoymurlar. Əlbəttə ki, birbaşa gəlib deyən olmayıb, uşağı bu fikirdən daşındır, amma uşaq gəlib bura çıxmayıb da, belə deyək. Ya valideyn ödənişə bəhanə gətirib tədris haqqını, ya deyib yol uzaqdır, hansısa bir bəhanə ilə uşağı bu fikirdən daşındırıb. Amma yəqin eyni zamanda da çox dəstək duran valideynlər də var. Əlbəttə var, o cür də var. Valideynlər uşaqlarının yanındadılar. Əslində mən özüm də uşaqlara deyirəm ki, ancaq aktyorluqla getməyin. Bizə gələn uşaqları aktyorluqda qoymuram, çox da qalsınlar. Alternativ peşələrə yönləndirirəm. Operatorluq, rejissorluq, ssenari. Çünki aktyorluq şəxsi inkişaf üçün yaxşıdır. Mən həmişə valideynlərə deyirəm ki, bu aktyorluğa qoyun, uşaq bu bacarıqları həyatında istifadə eləyəcək. Komplekslərdən azad olur, özünü ifadə eləyə bilir, özgüvən yaranır. Bütün bunlar uşağa lazım olan bacarıqlardır. Yəni bunu əldə eləsinlər. Bundan sonra da yaradıcılıqla aktyorluq biraz şansa da bağlı olan peşədir. Yəni Türkiyənin özündə də tutaq ki, bəlkə də Türkiyə əhalisinin yarısı aktyor olmaq istəyir və gedir. Amma bizim tanıdığımız 10 barmaq bir qədər də belə deyək. Bir əlin 5 barmağını keçir. Belə deyək, daha məhduddur. Məşhurlar da belə götürəndə. O baxımdan aktyorluq çətin peşədir bir tərəfdən baxanda, valideynlərə haqq da qazandıram. Xüsusən də Azərbaycanda aktyor olmaq 2 qat çətindir. Çünki kinonun olmadığı bir ölkədə aktyor olmaq qərarı. Amma ən azından burada o bacarıqlar əldə qalacaq ki, sabahları uşaq məktəbdə dərs oxumamağı belə uşağın kompleksinə bağlıdır, özünü ifadə edə bilməməsinə və özgüvəninə birbaşa bağlıdır. Uşaqlar var ki, bizə gəlirlər, əvvəl məktəbdə məsələn dərs danışmırdılar, oxumurdular. Amma film akademiyasına başlayandan sonra, bizim təlimlərdən sonra artıq dərslərdə nəticələri yüksək oldu. Çünki orada artıq lövhəni də bir səhnə kimi görür və can atır ora çıxıb danışmağa. Yəni bu kimi müsbət təsirlər də var. Bəli, çünki özünü ifadə etmək problemi məncə müasir uşaqlarda çox var bu problem. Ünsiyyət problemi məsələn. Tanış ola bilmirlər bir-birləri ilə. Yeni mühitə düşürlər, danışa bilmirlər. Ya dalaşacaqlar, bəzən valideynlər əslində bu çox ciddi məsələdir. Uşağın narkomaniyaya qurşanması belə, avara mühitə, pis vərdişlərə, zərərli vərdişlərə qurşanması belə bu özgüvən və komplekslərlə bağlıdır. Özünü ifadə edə bilməməsi ilə bağlıdır. Ondan sonra elə uşaq vaxtında bəzən o məktəbdə deyilə avara uşaq. O avara deyil, sadəcə özünü ifadə eləyə bilmir və qaçır. İnsanlardan qaçır və dırnaq içərisində deyəndə düşür avara mühitin toruna. Halbuki o uşaqlar vaxtında gəlib aktyor peşəsinə yiyələnsələr,
xüsusən də bizdəki yanaşma, başqa yerdən deyə bilmərəm. Bizdə sırf aktyorluqla psixologiya yanaşı olduğu üçün sırf o nöqtələrə toxunuruq ki, uşağın özgüvəni, özünü ifadə etməsi. Məsəl üçün başqa yerdə indi tələbələr universitetdə oxuyanlar var, falan var. Gəlib deyirlər ki, biz deyəndə ki, müəllim biz bunu istəyirik eləmək. O deyir, sən kimsən ki, bunu istəyirsən? Yəni uşağın o özgüvənini sındırır, özünü ifadə etmə qabiliyyətini əlindən alır. Halbuki bizdə sırf o psixoloji nüanslara diqqət edərək uşağı yetişdiririk. Belə deyim, uzun illər, uzun müddət sizin yanınızda tələbəlik edən uşaqlar olur. Yəni bir sözlə gözünüzün önündə böyür. Məsələn, sizin bir tələbəniz var, Rıza. Mən onu ilk görəndə çox balaca bir uşaq idi. İndi artıq maşallah bir yeni yetmədir. Siz onların yəqin ki, dəyişimini izləyirsiniz. Bu, belə deyim, o haqq varmı sizdə? Məsələn, ona bir böyük kimi, bir ruslar demiş zamechaniya eləməyə, bir söz deməyə, bəzən danlamağa, məsləhətləşirlərmi sizlə bir böyük kimi? O bağlılığınız varmı aranızda? Əlbəttə var. Olmasaydı onsuz da uzun müddət burada qalmazdılar, qaçardılar. Onlar hər zaman bir müəllim evdə əgər valideyndirsə, burada bizi onlar üçün və Rıza evdən çox mənim yanımda böyüyüb. Yəni 13 yaşından səhv eləmirəmsə, indi artıq 17-18 olacaq. Və indi sadəcə aktyor da deyil, eyni zamanda operatorluğu çox gözəl öyrənib, özü müstəqil şəkildə kinolar çəkir. Və tam olaraq həm valideynə o icazəni verir, həm də biz də tədris və pedaqoji yanaşma ilə o haqqı qazanmışıq. Hansı ki, tam olaraq dinləyirlər, qulaq asırlar və tətbiq edirlər. Məsələn, onun gündəlik həyatında özünlə bağlı bir yanlışını görərsinizsə, siz yəni onu artıq ondan danışa bilərsiniz. Görəndə danışa bilərik, amma çox da yanlışları düzəltmək üçün düzgün deyil pedaqoqun hər yanlışda uşağa nəyisə bildirməsi. Səhvləri üzərindən görürəm, amma bəzən görməzdən gəlirəm, ya mühit gələndə, vaxtı gələndə və yaxud da özüm o davranışı düzgün şəkildə eləməklə nümunə olmağa çalışıram. Amma hər səhvində ona bunu eləmə, bu düz deyil dedikdə uşaq biraz da bezir, qaçır o mühitdən. Xüsusən də bu yeni nəslin tərbiyə metodikası biraz fərqlidir. Siz özünüz də atasınız və həm evdə belə deyək, uşaqlarla, gənclərlə artıq qızınız bildiyim qədər yeniyetmə dövründədir və iş yerində də uşaqlarla. Bu sizi yormurmu, yoxsa əksinə bundan zövq alırsınız? Yorulmaq, nə bilim, mən arada özüm təəccüblənirəm ki, niyə yorulmuram? Sonra araşdıranda görürəm ki, bu qədər yeniyetmə və gənclərin içərisində olub da yorulmaq mümkün deyil. Yəni o enerjini görəndə, o uşaqların gözündəki o işığı görəndə, inamı görəndə bütün yorğunluq çıxır və bu mənə bəs eləyir. Bir lokomotivə çevrilir onların o inamı, sevgisi və çalışqanlığı. Bu böyük bir məsuliyyətdir çiynimdə. Çünki bir insanın fiziki olaraq məsuliyyətini daşımaq asandır. Amma xəyallarının məsuliyyətini daşımaq çox çətindir və orada bir 100-150-yə yaxın uşağın xəyallarının məsuliyyəti mənim çiynimdədir. Ona görə də bu məsuliyyət qoymur mənə yorulmağa, daha çox çalışmağa, zarafat deyil də. Yəni hələ il tamamlanmayıb, artıq 3 kitab işıq üzü görüb, Amazonda olan, satışda olanlar var, çəkilən kinolar var. Bu kitabda deyəsən var, düzdür? Üstündə qeyd var. Bəli, bu kitabda Amazonda ingilis dilində var və digər kitab, məsələn Netflix dramaturgiyası adında kitab yazdım. Həmin o dediyim o müasir insan izləyici psixologiyasına uyğun ssenari necə yazılmalıdır. O kitab da dünyada bir ilkdir deyərdim ki, o tipdə ümumiyyətlə ssenari ədəbiyyatında elə bir kitab yoxdur. Amma onu çox işıqlandırmamısınız bildiyim Hələ ki yox, daha çox xaricdə satışı yaxşı gedir. Yəni xaricdə Amazonda kateqoriyası üzrə ilk 100-ə də daxil olur, bəzən ilk 1-ə də qalxır, 5-ə də düşür. Amma ilk 100-dədir. Daha çox ilk 10 və 15-lərdə gəzir. Amazonda yaxşı satılır, pis deyil. Bir də siz bayaq o suala cavab verərkən düşündüm ki, yəqin uşaqların, gənclərin arasında olmaq sizin özünüzü də biraz gənc hiss elətdirir. Ruhən gənc hiss elətdirir, amma görüntü olaraq yəni bir ilə saçlar, saqqallar ağarır. O da fiziki məsuliyyət tərəfidir. Amma işinizin yəqin bir stresli tərəfi də var. İşimizin soyadı stresdir, belə deyək. Çünki o qədər tədris mərkəzi, kino çəkilişinin özü ayrıca bir stresdir, o prosesi və kinonun olmadığı bir ölkədə Don Kixot kimi yelkənlərə qarşı bir mübarizə başlatmaq, nə bilim kinonu inkişaf elətdirmək iddiası böyük iddialardır. Zaman göstərəcək bu iddiaların nə qədər
gerçək olacağını. Yəqin ki, proses zamanı motivasiyadan düşdüyünüz məqamlar da olur. Necə qayıdırsınız təzədən öz işinizə və nə motivasiya eləyir sizi? Desəm olmur, inanarsınız. Yəni motivasiyadan düşdüyüm an olmur. Yəni elə bir anla rastlaşmamışam ki, yoruldum da bəsdir, belə bir şey olmayıb. Bəlkə də yenə deyirəm, vaxtım olmayıb motivasiyadan düşməyə bu tərəfdə var. Bir deyim var, deyir depressiyaya düşməyə vaxtım yox da, bəlkə də vaxtım olmayıb o fikirlərə düşməyə, amma indiyə qədər rastlaşmamışam. Birdən nəsə olsa düşünürəm ki, elə Rızaya baxanda, Anara baxanda, Firuzəyə baxanda o bütün o və digər uşaqların adını saymadığım bütün uşaqlara baxanda bütün o hisslər təzədən bərpa olacaq məncə. Başa düşdüm. Baxın, indi ölkəmizdə çox filmlər çəkilir, fərqli janrlardan, əsas komedik janrda çəkilir. Siz bir həm izləyici kimi, həm bu sahədə belə deyək, başı çıxan bir insan kimi hansı janrlar sizə yaxın gəlir? Hansı məsələn bəyəndiyiniz filmlər varmı? Azərbaycanda İzel çəkmişdi bizim tələbə 2 gün bundan qabaq qısa bir şey çəkmişdi. O çox xoşuma gəldi. Bəli, rejissorluqda oxuyur, həm də aktrisadır. Qısa bir dialoq çəkmişdi. Ən çox xoşuma gələnlərdəndir, son çəkilişlərdən. Ümumiyyətlə tələbələrin o uğuruna baxanda sevinə bilirəm və o inkişaf trayektoriyasını öz gözümlə müşahidə eləyəndə. Amma belə Azərbaycanda nə deyim? İzləmirsiniz. Yəni vaxt da olmur açığı. Nəinki Azərbaycanda ümumiyyətlə kino izləməyə vaxtım olmur. Belə də Azərbaycanda çəksinlər də tək olsun. Bəs sizcə hansı belə deyək toxunuşlar olmalıdır artıq bizim bir millilik qatılmağa ehtiyac varmı orada, yoxsa standart bir üsulla getməlidir? Əlbəttə var. Baxın, Azərbaycan kinosunun dərdi nədir? Ümumiyyətlə birinci növbədə Azərbaycan yoxdur orada. Çəkənlər hamısı bizim indi eksperiment eləməyə daha çox imkanımız var. Film Akademiyası olaraq çoxlu çəkirik ildə, yəni keçən illəri 7 tam metrajlı kino çəkdik və tələbələr 4-ünü tələbələr çəkdi tam metrajlı. Siz serial da çəkirdiniz? Serial da, internet serialı falan. Eksperiment eləməyə daha çox imkanımız olur və kinoda çəkildikcə inkişaf edən bir sahədir. Yəni ildə bir kino çəkməklə kino inkişaf eləməyəcək. Bu gərək bir inkubasiya olsun. Daim çəkilsin, pis, yaxşı və sonra inkişafa doğru gedilsin. Azərbaycan hələ milli rəngləri kinoda yoxdur. Milli görüntüsü yoxdur. Nə bilim, bir çox şey yoxdur. Yəni Alman kinosuna baxanda bilirsən ki, səsini də alsan bilirsən ki, bu Alman kinosudur. İsveçrə kinosuna baxanda bilirsən ki, bu İsveçrə kinosudur. Halbuki yaxındırlar bir-birlərinə də, belə deyək. Bizdə o formalaşmayıb, belə deyək. Bu arada mən bu yaxınlarda eşitdim ki, yadımda deyil hansı ölkə, amma bizim ölkədə sən demə qorxulu filmlər çəkirlər, amma dublyaj eləyirlər üstündən başqa dildə və başqa ölkə üçün. Və çəkən də xaricilərdir. Öz-özümə maraqlı gəldi ki, o deyir ki, Monqol turistləri şu dublonkanı buradan niyə alırlar? Eyni, yəni onlar niyə bizim aktyorlarla bunu çəkirlər? Bizim aktyorlarla hətta. Mən görməmişəm açıq, yalan deyirəm. Mənə də çox maraqlı gəldi. Mən rastıma çıxmayıb, bəlkə də indi deyirəm də xəbərim. Və qorxulu filmlərdir, bildiyiniz dəhşətli səhnələr falan. Xəbərim yoxdur, yalan deyirəm. Bizdə var Azərbaycanda o qorxu filmi Şəkidən uşaq idi, adı yadımdan çıxıb biz. Amma mən heç rast gəlməmişəm Azərbaycanda. Bir dənə çəkib, o da tərcümə elətdirib Türkiyədə və səhv eləmirəmsə, yəni xarici platformalara verib, amma belə siz dediyiniz şəkildə xaricilər çəkdiyindən xəbərim yoxdur. Bəs niyə bizdə ümumiyyətlə o çəkilmir? Baxılmırmı yoxsa? Qorxu kinosu bizdə, biz millət olaraq qorxunu sevmirik. Yəni bizim xoşladığımız komediya da deyil. Yəni danışanda deyirlər ancaq komediya satılır, yox. Bizim istəyimiz fərqlidir. Biz indi tədrisdə o laboratoriya, ssenari laboratoriyası var, hansı ki orada bütün bu şeyləri hissə-hissə araşdırırıq. Çünki bizim tələbələr belə başqa cür çıxmasın 60 balla universitetə qəbul olmuş uşaqlar deyillər. Onlar biri 600 neçə bal yığıb vəkildir, biri mühəndisdir, biri həkimdir, tibbi bitirib. Yəni o insanlar çatışmır Azərbaycan kinosunda. Azərbaycan kinosunun dırnaq içərisində deyim, peşəkarlarının intellekt səviyyəsi
o deyil. Oynayırlar intellektli, danışanda belə pafosdan, nə bilim, bağ belə, bostan belə. Amma intellekt səviyyəsi o deyil. Yəni bizim elə ən azından aktyorluqla məşğul olan tələbələrə sual verim də, axırıncı nə vaxt kitab oxuyublar, nə vaxt öz şəxsi inkişafı üçün nəsə eləyiblər. Ancaq intriqa olsun onlar üçün, ay dava, qırğın, o belə dedi, bu belə dedi, ay yox mənim müəllimim sənin müəllimindən güclüdür, ay yox. Bu cür belə boş söhbətlərə başını qatıblar və özünü inkişaf elətdirmək və dünyada nə baş verir, bir kursa yazılmaq, kursa yazılmağı belə, yəni bizə belə gəlmirlər, qorxulu. Ay yox, bura qeyri-peşəkardır. Sən nə vaxt gördün bura qeyri-peşəkardır? Qeyri-peşəkar bu qədər kitab yaza bilərmi? Bu qədər və Amazonda satılış yüksək olan bir kitab. Yəni ancaq intriqa və söz-söhbətlə, o da ki savadsız mühitdən peşəkar bir iş, yüksək səviyyəli, savadlı bir iş çıxa bilməz. Başa düşdüm. Məsələn, bizim sahədə, psixologiyada mən düşünürəm ki, bu mənim öz fikrimdir, bəlkə yanıla bilərəm. Oxumaqdan, öyrənməkdən savayı insanın bu içindən gələn bir bacarıq mı deyim, istedad mı deyim, olmalıdır. Aktyorluq sənətində, həmçinin rejissorluq, o rejissor baxışı deyirlər var. Ssenaristi də bəlkə bura daxil edə bilərik. Sizcə bu daha çox istedad məsələsidir, talant məsələsidir, yoxsa bunu öyrənmək lazımdır? Bu bacarıqlardır. İstedad deyəndə zövq olmalıdır birinci növbədə. Emosional zəka da olmalıdır, intellektual zəka da olmalıdır. Bunlar harmoniya içərisində olanda sənət ortaya çıxır. Yoxsa ancaq tupoy şəkildə nəsə çəkmək, nəsə göstərmək, nəsə aktyorluq eləmək, onun heç kimə faydası yoxdur və sənət o deyil də, belə deyil. Elə bil ki, daha çox bacarıqlardır. Bunları öyrənərək, nətər biri mühəndis olursa, oxuyaraq, çalışaraq olur. Rejissor da həmçinin. Rejissorluq da kinonun mühəndisliyidir. Senarist də ssenari mühəndisliyidir. Elə kitabda olduğu kimi. Yəni bunlar hamısı bir strukturdur. Bu rəssamlıq deyil, zövqə bağlı, ancaq ilhama, təbə bağlı olsun. Burada konkret hesablamalar var. Yəni sən bir fikri 90 dəqiqə ərzində çatdırmalısan. Düzgün şəkildə, tam şəkildə. Bunun 3 aktlı sxemi var, nə bilim. Türklər demişkən var oğlu var. Sadəcə bizdə o savadsızlıq və ancaq intriqa mühiti, bir bataqlıq da oradan çıxa bilmirlər. Məncə bu formanı alıb artıq ki, çəkim-satım filmi, yəni bu formada da məncə. Yəni satmaq üçün də hər binanı tikib sata bilmərsən axı. Məsəl üçün. Amma bəlkə də bilirsiniz, onu alanlarda da bəlkə də problem deməyək, yəni tələbat o da ola bilsin, ola bilər mi? Yox. O deyil. O deyil. O deyir, mal o da onu alırlar. Yox. Sadəcə Azərbaycanda intellektual izləyici var ki, Netflix izləyir, dünya kinosunu izləyir. Yəni nəticədə heç vaxt izləyicini biz yerinə qoymamalıyıq. İstədiyi budur, bunu çəkim verim. Yox. Gözəl hekayə ssenari deyil. Məsələn, biri gəlir, maraqlı bir hekayə yazıb deyir, bunu çəksən partladacaq. Deyil. O ssenarinin qaydaları, alqoritmi fərqlidir. Onu öyrənəndən sonra başa düşürsən ki, yəni ssenari konkret olaraq kodlaşdırmadır. Screenplay encoding. Həmin Amazonda olan o kitabımın adı. Yəni o bir kodlaşdırmadır. Rejissorla ssenarist bir qəpiyin iki yüzüdür. İkisi də kodlaşdır. Biri backendlə məşğuldur, biri frontla məşğuldur. Nəticədə bu incə nüanslar var, texniki bilgilər var. Bunlar əgər kino sahəsi özünü inkişaf elətdirsə, yəni ancaq o pafosdan qurtulsa ki, mən aktyoram, mən seçilmiş insanam, səhnə müqəddəsdir falan, bu pafosdan qurtulsa çox şey eləyə bilər. Yəni bir gözünü açsın, o qəlibdən çıxsın, bir görsün dünyada nə baş verir, hansı texnoloji yeniliklər var, hansı psixoloji yeniliklər var, tədrisdə nələr dəyişib, insan psixologiyasında nələr dəyişib. Bizdə hələ də ənənəvi tədris metodikası. Dəyişib dünya o deyil artıq. Bu arada bu bizim çox sahəmizdə var. Məsələn, psixologiyada da elədir universitetlərimiz. Həmçində kino. Kino da eyni şeydir, belə deyək. Tip nəyə görə Azərbaycanda inkişaf elədi? Çünki çıxdılar, tələbələr xaricə getdilər, xarici konfranslara, kurslara qatıldılar və özlərini inkişaf elətdirdilər. Psixoloqlar da həmçinin. Bu arada bəlkə yaxşı bir fikirdir xarici təcrübəni
dəvət etsəzmi, konfranslar yaratsazmı, yoxsa bu böyük bir zəhmətli işdir, tək bacarmazsınız? Deyərdim ki, xarici təcrübə bu dəqiqə bir danışıqlar gedir, istəmirəm belə tez deyir, qabaqcadan demək düşmür. İlk eşitmək istəyirdim. Hə, eksklüziv olaraq İnşallah, xaricdə xeyirli var olsun. belə bir məsələ. Sırf bu Netflix dramaturgiyası ilə bağlı xaricdə bir məktəbə də dəvət eləyiblər. Gözəl. Ssenari məktəbinə, hansı ki, orada o bilgiləri paylaşmaq üçün. Bu dəqiqə mən Xeyirli də elə o proses üzərində işləyirəm. Yəni bəli, xarici təcrübə lazımdır, amma bizdə elementar şeylər var ki, onlar düzəlməlidir. Onlar düzəlməyənə qədər məsələn bizə də 44 günlük möhtəşəm bir müharibə, möhtəşəm bir zəfər, amma onu göstərəcək kino gücümüz yoxdur. Hətta türkləri də gətirdilər, onlar belə burada həmin kinonu çəkə bilmədilər. Yəni burada xarici gəlib burada bir şey dəyişə bilməyəcək. Sistem kökündən dəyişməlidir. Kino sistemi kökündən dəyişməlidir. İçdən dəyişmə. İçdən və çox belə deyək də qəlibləşmiş, çox belə dərin travmalar var. Yəni onu söküb təzədən yığmaq ən azı bir 50 il aparacaq. Ondansa yeni bir sistem, yeni qıraqda. Biz indi gördüyümüz iş odur. Azərbaycan Film Akademiyası o sistemdən işimiz yoxdur. Amma yeni bir müasir və körpədir. Səhvləri varmı? Var. Amma formalaşır və böyüyən bir sistem var burada. Öz səhvləri üzərində. Aysol, Böyüyür. ekosistem kimi Bəli. öz-özünü inkişaf elətdirir və gələcəyin də kino sənayesi ilə məhz bura olacaq. Çünki buradan çıxan rejissorların çəkdiyi ilə başqa yerdən çıxan rejissorun çəkdiyi eyni olmayacaq. Dediyim kimi, buradakı rejissorun intellekti və ən azından yenə də tibb universitetini bitirib adam. Adam mühəndisdir. Adam binaların çertyojunu çəkir və möhtəşəm binalar tikir. Adam vəkildir. Çox gözəl bilgiləri var. Onun çəkdiyi kino ilə o birinin çəkdiyi kino heç vaxt eyni olmaz. Okay. Və sonda belə bir sual verim ki, bu saydıq bacarıqları ən yaxın özünüzü hansını görürsüz? Yəni sonuçta rejissorluq mu sizin əsl peşənizdir? Ssenaristimi özünüzə daha yaxın bilirsiniz? Hansı sahədə daha çox görürsünüz özünüzü? Son aylarda və ildə daha çox o şəxsiyyətləri yetişdirən biri pedaqoqluq mənə daha yaxın gəlir. Yəni daha çox bu dəqiqə çəkməkdənsə istəyirəm tələbəm çəksin və daha yaxşısını çəksin. Yazsın tələbəm və daha yaxşısını yazsın. Yəni özümdən artıq daha çox pedaqoqluğa və yazıb öyrətmək və onların uğurunu görməyə bu dəqiqə fokuslanmışam. Yaxşı olacaq. İnşallah. Uğurlar sizə işlərinizdə. Çox sağ olun ki, gəldiniz. Çox maraqlı keçdi məncə söhbətimiz. İnşallah tamaşaçılar da bəyənər. Çox sağ ol. Dəvətinizə görə təşəkkür edirəm. Uğurlar arzulayıram sizə də. Bol reytinqli, bol reyli, necə izlənməli proqram olsun. Çox sağ olun. Təşəkkür edirəm.